Mən Əsədullah Rauf Tofiqoğlu. İlkin olaraq demək istəyirəm ki, biz neçə illərdir Azərbaycan Respublikasının kənd təsərrüfat məhsullarını xaricə ixracı ilə məşğuluq. İşlədiyimiz illərdə qeyri-peşəkar yanaşmalarla çox üzləşmişdik. Sağ olsun Fusici kimi belə bir layihə burada tikiləndən sonra, qurulandan sonra mənim kimi insanların, sahibkarların işlərini dəfələrlə rahatlaşdırıb. Rahatlaşdırmaq neydən ibarətdir? İlk növbədə şəraitdən, hər bir şərait qurulub. İkinci, peşəkar yanaşma, peşəkar kollektiv və rəhbərlik tərəfindən individual maraqlanmaq. Yəni, hər bir müştərinə individual şəkildə maraqlanırlar və köməklik göstərirlər. Çox sağ olsunlar. İşimiz burada hal-hazırda kartof ixrac edirik. Kartofu biz neçə illərdir buradan nətə ixrac edirdik. Cəlilabad rayonundan yığılan kartofu birbaşa yığırdıq belə bir kağız kisələrə və o kisələrlə göndərirdik Rusiyaya. Rusiyada da ki, bu kisələrin də içində torpaq gedirdi, çürümüş məhsul kartoflar gedirdi, qeyri-standart kartoflar gedirdi və o bizim itkilərimizə, oradan məsələn qazanc əldə etməyimizə qarşısını alırdı. Çox sağ olsun Fusici və kollektivi ki, bugünkü gündə mənim məhsulum gəlir bura və burada çeşidlənir. İçindən bütün qeyri-standart kartoflar çıxır, çürüklər çıxır, torpaq təmizlənir və hər meşoku neçə kilona lazımdırsa dəqiqliyinə ölçülür, fasovkalanır, paletlənib, maşınma vurulur, sənədləri tam şəkildə paket düzəlir, təhvil verilir mənə. Mən sadəcə olaraq dayanıb qıradan baxıram ki, yəni iş nətər də gözəl gedir.